Bir adam həyasızlıq eləyir. O həyasızlığı cəsarət kimi neynirlər? Təqdim eləyirlər. Bəzən abır həyanı necə təqdim eləyirlər? Qorxaqlıq kimi təqdim eləyirlər. Bir nəfər haq-nahaqdır, salır həyasızlığına, bir nəfərsə abırlıdır. O abrına bükülür, dillər qorxaqdır. Bu həyasızlıq eləyir, haq-nahaq tələb eləyir, dillər bu cəsarətlidir. Axırda da bir fəxrlə də təqdim eləyir özünü ki, gördünüz necə, satdırdım evini aldım. Yoxdur belə şey. Bugün cəmiyyət bunu ilə doludur. Deyən yoxdur ki, ay ki, sən cəsarətli dörsənsə, həyasızsan. O qorxaqdır, o abrına bükülüb. Və yaxud da əksinə, cəsarətli adama o qədər həyasız deyən var ki, qorxaq adama o qədər abrı deyən var. Bunlar bir-birinə o qədər oxşayır ki, sərrast baxış lazımdır bunları ayırmağa. İnsan təqvalı olmasa, göz təqvanla baxmasa ayıra bilməyəcək. Təfəkkür təqvanla işləməsə onları ayıra bilməyəcək. Bunun üçün Allah-u Müteal öz bəndələrini İmam Hüseyn əleyhissalam kimi sevimli bəndəsini nazil eləyir ki, insanlara bəzi şeyləri aç göstər.